Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Cavadxan qəsəbəsində, yəni avtozavodda 4 sot torpaqda bir böyük sal, eyni zamanda 3 otaq olan, bax qarşıda gördüyünüz belə bir həyət evi satılır. Yeri çox yaxşıdır. Yəni şəhərə yaxın bir ərazidir. Arifin Arslanına yaxın bir ərazi demək mümkündür. Hal-hazırda siz navesin alt hissəsini görürsünüz. Navesin alt hissəsinin ölçüsü deməli 4-ün 8-in 13-ədir. Qarşıda hamamını görmək mümkündür. Bax, bura razzivalkasıdır. Hamamı arxadadır. Təmirlidir. İstilik sistemi pitiminutkadır. Sənədi ilkin sənəddir. Arxiv arayışı var. Bildiyiniz kimi ilkin sənədlə ancaq etibarnamə yolu ilə satılır. Bura isə deməli qarşıda siz istilik sistemini görürsünüz. Pitiminutkadır. İnsə bağçasına keçirəm. Bağçasında 20-yə yaxın ağac növ var. Bax, ancaq üç tərəfdən hörgüsü yoxdur. Əldamı var. Yəni badvalı var. Bundan başqa əldamını qarşıda görmək mümkündür. Buradan yəqin ki elə də görsənmir. Yenidən mən sizə bağçasını göstərirəm. Dediyim kimi Arifin Arslanına yaxın bir ərazidir. 4 sot torpaqda yerləşir. Bir zal 3 otaqdır. Qiyməti 65 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İnsə mən deməli otaqlara keçirəm. Kürsülüdür. 2 qat kubiklə hörülüb. Zalın ölçüsü 4-ün 6-yadır. Bax, necə hal-hazırda siz otaqların necə yerləşməni də görürsünüz. Bax, deməli soldakı otağın ölçüsü 4-ün 4-dədir. Ölçülərə nəzər yetirin. Çünki ölçülərini deyirəm sizə. Orta təmirlidir. Bax, hal-hazırda deməli otaqlardan birini göstərirəm. Kör otaq yoxdur. Qarşıda olan otağın ölçüsü 4-ün 5-ədir. Bax, bu cürdür. Bax, belə bir həyət evinin qiyməti 65 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bax, bura deməli burada necədir? Zal, eyni zamanda 2 otağın polu taxtadır. Bir otaq, mətbəxin deməli polu isə möhkəm materialdır. Panirka kimi belə bir şeydir. İndi isə 3-cü otağı görürsünüz. 3-cü otağın ölçüsü də 4-ün 4-dədir. Bax, belə bir həyət evinin qiyməti deməli, yenidən bu sözü təkrar edirəm. 65 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Qarşıda siz mətbəxini görürsünüz. Mətbəxin ölçüsü 4-ün 5-ədir. Bax, belə yenidən mən sizə otaqların necə yerləşməni göstərirəm. Bax, deməli qapıdan giriş hissəsidir. Qarşıda birinci otaq. Bax, bu deməli ikinci ən böyük otaq. Bir deməli zalın ölçüsü 6-nın 4-ə, otaqlardan birinin ölçüsü 4-ün 5-ə, ikisinin ölçüsü 4-ün 4-ə, mətbəxin də ölçüsü deməli 4-ün 5-ədir. Qiyməti 65 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bax, belə sizlərə uğurlar bağışlayın.